Salamlar, hər vaxtınız xeyir. Nicat Baxırsadə sınaqlar toplusundan blok sınaq 10-un izahını verirəm. Başlayaq birinci sualdan. Bu sualda çarpaz da vura bilərsiniz və yaxud da bu kəsri aşağıdakı kəsrə bölə bilərik. Bilirik ki, iki kəsri böldüyümüz zaman birinci kəsr olduğu kimi qalır. İkinci kəsir tərsinə çevrilib vurulmalıdır. O zaman x kvadrat məxrəcə düşər. X kvadrat üstə gəl xy, üstə gəl y kvadrat sürətə qalxar. Bərabər 3-2. Bundan sonra nə edərəm? Kublar fərqini vurğulara ayıram. Baxın, kublar fərqinin yerinə nə yaza bilərəm? Müxtəsərə görə atsam. X çıx y, x kvadrat üstə gəl xy, üstə gəl y kvadrat. Daha sonra keçirəm növbəti kəsri olduğu kimi yazıram. Fikir verdisə artıq buradakı mötərəzə ilə bu mötərəzə bir-birliyə ixtisar gedər. Həmçinin x kvadrat ilə də x kubunun 2 dənəsi gedir, amma bir dənə x qalır. Bərabər 3-2. Burada sürətdə sadəcə x qalıb. Məxrəcdə isə sadəcə x çıx y qalıb. Bərabər 3-2. Bunu siz nə edə bilərsiniz? Çarpaz vurun ən rahatı. 3x bərabər 2x çıx 2y. X-ləri bir tərəfə yığası olsam 3x çıx 2x bərabərdir mənfi 2y. Buradan x bərabərdir mənfi 2y alaram. Bizdən soruşur x bölü y nisbətini. X-in yerinə mənfi 2y qoysam, məxrəcdə y var. Son olaraq bunlar da ixtisar gedər, cavab eləyər mənfi 2. Baxırıq ikinci suala. Bizdən funksiyanın böhran nöqtəsini soruşur. Təbii ki, funksiyanın böhran nöqtələrini tapmaq üçün onun törəməsini sıfıra bərabər eləməliyik. Yazaram. Y' bərabər. Törəməni necə tapacam? Sinus kvadratının törəməsi, bilirəm ki, qüvvət qarşıya gələcək. Olacaq 2 sinus x. Digər tərəfdən bizdə mürəkkəb funksiyadır. X-in yerində sinus x durub, düzdür? Ona görə sinus x-in törəməsi olan kosinus x-ə də vurmaq lazımdır. Daha sonra 3 kosinus x-in törəməsini tapanda 3 qalır yerində, çünki sabitdir. Kosinusun törəməsi isə bilirəm ki, mənfi sinus x eləyirdi. Təbii ki, 5-in törəməsi də 0-dır. Sabit ədədlərin törəməsi 0 olur, yazmıram. İndi mən nə edərəm? Bunu 0-a bərabərləşdirməliyim, düzdürmü? O zaman belə eləmək olar. Buradan sinus x-lər var hər ikisinin. Sinus x-i mötərizə xaricdən çıxarsam 2 kosinus x çıx 3 yaranacaq. Çünki buradakı mənfi və müsbət bir-birinə dəyəndə mənfi eləyir ona görə. Birinci vurğu 0-a bərabərləşdirsəm x-i buradan pk alacam. 2 kosinus x çıx 3'ü 0'a bərabərləşdirsəm, buradan kosinus x alınacaq 3 bölü 2, yəni 1/5. Biz də bildik ki, istəyir sinus, istəyir kosinus. Qiymətlər çoxluğu mənfi bir aralığındaydı. Yəni 1-dən böyük qiymət ala bilməz, 1/5 ala bilməz. Ona görə bu boş çoxluq olur. Sadəcə və sadəcə pk olur cavabımız. Yəni pn, B variantı. Pk ilə pn eyni şeydir. Baxaq 3-cü suala. Burada belə bir iş görmək istəyirəm. Diqqətlə baxın. Sol tərəf moduldadır və mən onu istəyirəm olduğu kimi köçürüm, heç bir dəyişiklik eləmədən. Amma sağ tərəfdə x kvadratın qarşısında mənfi var deyə mən mənfini çıxarıb belə yaza bilərəm. X kvadrat çıx 2ax üstə gəl a kvadrat. Və siz bilirsiniz ki, növbəti addımda bu hissəni olduğu kimi kopyalayıb yapışdırıram. Vaxt getməz. Bərabər mənfi. Bilirəm ki, bu x çıxılsın a-nın mötərizə kvadratıdır. Düzdür? Nəyinsə modulu. Mütləq şəkildə həmişə 0-dan böyük olmalıdır. Amma sən bilirsin ki, bu çərçivəyə aldığım şey 0-dan böyük bərabər olduğu üçün qarşısındakı mənfi onu neynəyəcək? 0-dan kiçik bərabər eləyəcək. Yəni, uzun sözün qısası. Sağ tərəf kiçik bərabər 0-dır. Modullu bir şey necə 0 və 0-dan kiçik bir şeyə bərabər ola bilər? Yeganə bir dənə hal var. O halda hansıdır? 0-a bərabər olma halıdır. Çünki kiçik bərabər 0 özündə 2 hal gizlədir. Birinci hal 0-a bərabər olma, digəri isə 0-dan kiçik olma deməkdir. Düzdür? Əgər 0-dan kiçik olma halı mümkün deyilsə, demək 0-a bərabər olacaq. Ümid edirəm aydın. Aydın deyilsə başa sarıb bir neçə dəfə izləyə bilərsiniz. O zaman mən qənaətə gəlirəm ki, bərabərliyin sağ tərəfi mütləq şəkildə 0 olmalıymış. Başqa variantı yoxdur. Çünki 0-dan başqa hər hansısa ədədə bərabər olsa, bu həmişə müsbət olacağı üçün qarşısındakı mənfi onu mənfiləşdirəcək. Modulda mənfiyə bərabər ola bilməyəcək. Onda nə edərəm? Baxın,
bayaq yazdığım təkrar həmin ifadəni olduğu kimi saxlayıram. Bərabər edirəm bunu 0-a. İndi loqaritma modulda 0-a bərabər. Nəyə modulu 0 edir? Təbii ki 0-ın. Onda loqaritma ölçüsündən ax plus 2a plus 1. Bu ifadəni bərabər edirəm 0-a. Və burada nə edərəm? Normal şəkildə loqaritmik tənliyimi həll edərəm. Yəni ax üstəgəl 2a üstəgəl 1 bərabər olmalıdır 3 üstü 0-a. 3 üstü 0-da zaten 1 deməkdir. Birər də silah aparsam, ax üstəgəl 2a bərabər 0 qalır. İndi bir məsələ var, bəs x, a bunlar nədir? Necə əldə edim bunu? Biz bayaq bu sağ tərəfi 0-a bərabər eləmədik. Onda belə çıxır ki, x sıxanı 0-a bərabər eləmişdik. Onda x ilə a deməkdir də. Onda x-in yerinə a qoyası olsam, nə edərəm? X-in yerinə a qoysam, a vur a, üstəgəl 2a bərabər 0. Burada da a kvadrat, gəlin belə eləyək, a-nın mötərizə xaricini çıxaraq. Köklər 0 və mənfi 2 olacaq, düzdür? A1 bərabər 0, A2 bərabər mənfi 2. Təbii ki, biz də bu köklərdən hansını necə götürəcək ona baxmalıyıq. Bunun üçün nə edirəm? Loqaritmanın yuxarı hissəsi var ha. Baxın bu hissə. Həmişə 0-dan böyük olmalıdır, düzdür? Ona görə təyin oblastı səbəbindən. Ona görə ax üstəgəl 2a üstəgəl 1 ifadəsini 0-dan böyük götürürəm. Əgər mən x-in yerinə a qoya bilirəmsə, onda x-in yerinə a qoyanda burada a kvadrat üstəgəl 2a plus 1 yaranacaq. Böyüdür 0. Burada da bu bizə verir a plus 1-in mötərizə kvadratı. Baxın, nəyinsə mötərizə kvadratı 0-dan böyüdür. Amma burada a-nın ala bilməyəcəyi bir dənə yeganə qiymət var. O da a plus 1-in 0-dan fərqli olmaq ehtimalıdır. Yəni a mənfi 1-dən fərqli olmalıdır. Bunu hardan bilirəm? Çünki bu 0-a bərabər olsa, yəni a mənfi 1 olsa, bərabərsizlik ödənməyəcək. Çünki bərabərsizlik deyir ki, mən 0-dan böyük olum. 0-dan böyük bərabər olum demir axı. 0-dan böyük olmasını istəyir. 0 ola bilməz. Ona görə də a mənfi 1 ola bilməz deyirəm. Onsuz da bizim tapdığımız köklərin içində mənfi 1 yox idi. Yəni bu şərti alsaq belə bizdə kənarkök çıxmır. Köklərimiz 0 və mənfi 2-dir. Yəni a-nın 0 və mənfi 2 qiymətlərində ödənməlidir. Cavab olur C. Bir də A variantından C variantının fərqi nədən ibarətdir? A-da çoxluq mötərizəsindən, C-də çoxluq mötərizəsindən verib. Yəni ki, bu mənfi 2 və 0 deməkdir. Amma belə interval mötərizəsindən veribsə, o deməkdir ki, 0-dan 2-yə qədər olan ədədlər. Yəni, təbii ki, burada sonsuz sayılı ədədlər var da. Tam ədədlər isə təbii ki, bir dənə də o heç. Nə qədər 0 tam neçələr, 1 tam neçələr var, sonsuz sayılı. Çoxluq mötərizəsindən verəndə bilin ki, sadəcə həmin iki ədədin özünü nəzərdə tutur. Baxırıq 4-cü suala. AG, YF, FC. Bunların verib nisbətini 1, 2, 1. Yəni, bura mən məsələn x yazsam, bura 2x-dir. Burada yenə x-dir. Və deyir ki, YOF-in sayəsi köklü 2-dir. YOF buradır. Bunun sayəsi əgər köklü 2-dirsə, məndən soruşur konusun ox kəsinin sayəsi. Konusun ox kəsinin sayəsi ümumiyyətcə, baxın, bilirsiniz nədir? Buradakı üçbucağın bütöv sahəsidir. Mən bu soruşduğumu tapmaq üçün gərək, yəni bizdən ABS-nin sayəsini soruşur da. Bunu tapmaq üçün 2 dənə AOC-ni tapsam bəsdir, düzdür? AOC-ni tapıb 2-yə vura bilərəm. Bəs AOC-ni necə tapacağım? Bunun üçün sizə belə bir qayda deyim. Bu, deməli, bizim YOF, bu üçbucağımız, əgər sahəsi verilibsə, biz bütöv üçbucağın sahəsini tapa bilərik. Və yaxud da buradakı hər hansısa birinin bütöv tapmasaq da olar. Diqqətlə baxın bunun üçün. Baxın, mən bu təpədən, o təpəsindən bir dənə hündürlüyü endirsəm, bura. Bu hündürlük sadəcə bu üçbucağın hündürlüyü deyil. Baxmayaraq ki, onun içindədir, amma əslində qıraqda duran AOY üçbucağının da hündürlüyü sayılır. Səbəb bilirsiniz nədir? Çünki biz deyirdik ki, körbucaqlı üçbucaqlarda körbucaq təpəsindən çəkilən hündürlüyü budur. Yəni, daxili oblastda yerləşir o heç. Amma iti bucaqlı təpələrindən, yəni məsələn buradan hündürlüyü çəkmək istəyirəmsə, bu hündürlüyü heç vaxt daxildə belə çəkəsi deyiləm. Mütləq hündürlüyü perpendikulyar olmalıdır deyə o gedir,
Düzbucaq üsbucağın xaricində yaranır və yaxud da bu təpədən tutaq ki, hündürlük seçmək istəyirəmsə, daxilə seçə bilmərəm. Mütləq şəkildə gedib xaricdə seçməliyəm. Çox oxşamadı şəkil əslində. Bu şəkildə bir yaratmalıyam. İndi burada da eyni məntiqlə endirdiyim hündürlük şəklinin bu hissələrini silirəm. Baxın, bu təpədən endirdiyim hündürlük, bu hündürlük həm balaca üçbucaq hündürlüyüdür, həm də bu üçbucaq hündürlüyüdür. O zaman bu məntiqlə elə bu şəkildə saxlayaq, silməyək. Əgər bizim deməli YOF-imizin sahəsi köşdə 2 verilibsə, mən baxmalıyam ki, onun sahəsini necə tapmaq olardı ümumiyyətlə 2/1 AH düsturuna görə. 2/1 vur, bunun oturacağı 2x-dir. H-ı da ki, elə H olsun. Buradan baxın, bu tənlidən neyniyərəm? 2-ləri ixtisar apararam. X-aşı alaram köşdə 2. Bu qalsın mənim yaddaşımda. Daha sonra gedirəm bu üçbucağın sahəsini tapmaq üçün çabalayıram. S, A, O, Y. Bərabər. O da yenə 2/1 AH düsturuna görə 2/1 vur. Oturacağı bunun x-dir. H-ı da yenə də H-dır. Bayaq dediyim kimi bu H. Bu çəkdiyimiz bu H. Baxın, lazerlə göstərirəm. Bu mavi H. Həmçinin bu üçbucağın da hündürlüyü sayılır. Yaxşı. O zaman buradan 2/1 vur. Axı biz x-aşı kökdə 2 almışdıq. Kökdə 2 bölü 2 alaram, düzdür? Bu kökdə 2 bölü 2 aldığım bu üçbucağın sahəsidir, düzdür? İçinə yazıram. Kökdə 2 bölü 2. Bunu almışdıq. Özü vermişdi kökdə 2. Onda eyni məntiqlə bu da kökdə 2 bölü 2 olar. Bilirsiniz niyə? Çünki necə ki, bunun tərəfi əgər oturacağı x idisə, bunun da oturacağı x-dir, düzdür? Ona görə bunun sahəsi nədirsə, bunun sahəsi də olacaq. Eyni hündürlüyə malik olduqları üçündür. O zaman mən ümumi S, A, O, C üçbucağının sahəsini tapmaq üçün kökdə 2 bölü 2, kökdə 2 və yenə kökdə 2 bölü 2 o üstlərindən toplayaram. Kökdə 2 bölü 2-ləri toplayanda mənə elə kökdə 2-ni verəcək. Yekun olaraq 2 kökdə 2 olacaq. İndi bax, biz dedik ki, bunun yerinə kökdə 2 qoysaq, ABC-nin sahəsini tapa bilərik. O zaman SABC bərabər olacaq 2 vur 2 kökdə 2. Yəni bu da 4 kökdə 2 deməkdir. Cavab olar B variantı. Maraqlı sualdır əslində. Məhlul məsələlərinə baxaq. 5-ci sual. Məhlul məsələlərini mən öz şagirdlərimə öz metodumdan başa salıram. Amma kim necə öyrənibsə, o cür getsə yaxşıdır, məsləhətdir. Əgər özü yaza bilirsə öz üsulu ilə təbii ki. Yox, əgər belə deyək, müəlliminiz öyrətdiyi sizi qane eləmirsə və yaxud da özünüz hazırlaşırsınız, istədiyiniz kimi məhlul məsələlərində nəticə göstərmirsinizsə, bu deyəcəyim suala diqqətlə qulaq asın. Təbii ki, bu bir sual üzərində nümunə göstərəcəm. 20% duz məhluluna ondakı suyun 25% qədər su əlavə olunarsa, alınan məhlulun duzluluq faizini tapın. Əslində faiz mövzusunu yaxşı bilən, heç bir qayda bilməsə də demək olar ki, faiz gəlin bu məsələ üçün belə eləyək. Özümüzdən 100 litr məsələn məhlul götürək və deyək ki, 20%lidir və duz məhluludur, düzdür? Duz məhlulu olması nə deməkdir? Bu məhlul duz və sudan ibarətdir. Yəni yadda salın, duz məhlulu duz və sudan ibarət olur. Spirt məhlulu spirt və sudan ibarət olur. Onda əgər 100 litrin 20% duzdursa, demək 20 litr duzdur, geriyə qalır 80 litr su. Düzdür? Belə bir sxem qurdum. Daha sonra deyək ki, ondakı suyun 25% qədər su əlavə olunsa. Bunda nə qədər su var ki? 80, düzdür? 80-in 25% əlavə edəcəm. 80-in 25%-in gedib qoy aşağıda yazım. Kənarda taparam. Bu eləcə 20. Düzdür? Demək 20 su əlavə eləməliyəm. Baxın, suyun üzərinə gəlirəm 20. O zaman ümumi miqdarın üstünə də 20 gəlməliyəm. Çünki mən əgər suyu artırdımsa, qabdakı ümumi miqdar da dəyişir. Beləliklə, yeni bir sxem yaranır. Ümumi təbii ki, olacaq 120 litr. Faizi bilmirik. Məsələn, P ilə işarə edirəm faizi. Çünki bu 20% artıq köhnələrdə dəyişir. Duz su olaraq yenə də ayaqlarımı yazıram. Duz 20 olaraq qalıb, su isə olub 100. İndi buradakı P-ni necə taparıq? Baxın, 120. 100-ün 20%-ni tapıb duza yazmışdım. İndi eyni məntiqlə 120-nin P faizi duz olmalıdır. Yəni 120-ni P-yə vurub 100-ə böləndə mən duzdakı 20-ni almalıyam. Yenə də deyirəm, 120-nin P faizi duz olmalıdır. Buradan ixtisarlarımızı aparsaq, 12P bərabərdir 200 eləyir, səhv eləmirəmsə.
Bu da 100/6 deməkdir. Yəqin ki 16,3/2 olan cavab daha uyğundur. Cavab olar D variantı. Ümumiyyətcə mənim məhlul məsələləri ilə bağlı illər öncəsindən çəkdiyim videolarım var. 4 dənə videodur. İstəsəz əlaqə nömrəmi burada qeyd edirəm. Siz WhatsApp-dan mənə yazın, həmin 4 hissəli videonu sizə göndərim. Məhlul məsələləri videosunu göndərin desəz, başa düşəcəm. YouTube-dan gəldiyinizi deyin ki, bilim. Bu nömrəni WhatsApp-na yazarsınız. İndiyə qədər belə deyə də ən çox düşən tiplər, əsas bilməli olduğunuz vacib məqamları öz metodumla izah eləmişəm. Sxem qurma metodu ilə. Yəni heç bir düstur əzbərləmirsiniz də. Nə bilim, su buxarlandırmaq, su əlavə eləmək, 2 məhlulu qarışdırmaq və s. tipli nümunələr var həmin 4 videoda. Baxırıq 6-cı suala. Burada nə etmək olar? Diqqətlə fikir versəz, sürətdə n - 1 faktorial var. Onu olduğu kimi saxlayıram, çünki o kiçik olandır. Böyük olanı, yəni n + 1 faktorialı kiçiyə görə açıram. Yəni nə şəkildə? n + 1 faktorialın yerinə mən yaza bilərəm n - 1 faktorial vurulsun n, vurulsun n + 1. Təkrar üstündən keçirəm, diqqətlə baxın. Bu yazdığım ifadə bu dairəyə aldığımın yerinə yazılıb. O zaman mötərizəni bağlayıram və gedirəm məxrəcə baxıram. Məxrəcdə kublar fərqi görürəm. Bir dəfə n - 1, bir dəfə isə n kvadrat üstəgəl n üstəgəl 1 şəklində kublar fərqini vurğulara ayırıram. Daha sonra 1/n kubu var. Bərabər. Təbii ki, sürətdə fikir versəz, n - 1 faktorial hər iki toplananda var. Burada da var, burada da var. Ona görə n - 1 faktorialı ortaq vurğu kimi mötərizə xaricine çıxararam. İçəridə qalacaq 1 üstəgəl n vur n + 1. Məxrəcdə də n - 1 n kvadrat üstəgəl n üstəgəl 1. Əslində fikir verin. Burada vurub atsaq n kvadrat plus n1 bununla bu eyni şeydir. Onlar ixtisar gedəcək. Və növbəti mərhələdə nə edəcəm? Baxıram ki, burada n - 1 faktorial var, burada isə n faktorial var. Yenə də deyirəm, kiçiyi saxlayırsınız, böyük olanı kiçiyə görə açırıq. Bax, kiçiyi saxlayıram sürətdəkini. N faktorialı açıram və necə açıram? N faktorialın yerinə n - 1 faktorial vur n yaza bilərəm. Son olaraq bunlar da ixtisar gedəndən sonra sürətdə 1, məxrəcdə isə n - 1 vur n qalır. Əlbəttə ki, bu da bizə hansısa variantı verir? A variantını. Baxırıq 7-ci suala. Düzgün üçbucaqlı piramida. Təbii ki, düzgün üçbucaqlı nə deməkdir? Oturacağın düzgün üçbucaq olduğunu, yəni bərabər tərəfli üçbucaq olduğunu bildirir. Təpədəki müstəvi bucağı 90 dərəcədir. Bu o deməkdir ki, təpə bucağı 90 dərəcə olduğu üçün yan üst düzbucaqlı və bərabər yanlı üçbucaqdır. İndi belə bir iş görək. Gəlin, məsələn, oturacağı A-la işarə eləyək. Ya da heç oturacaqdan başlamayaq. Məsələn, piramidanın yan tərəfindən başlayaq. Yan tilinə B deyək. Bura A deyək. Və yaxud da bura A qoyaq, bura. Yoxdur əslində hərflərini. Gəlin özümüzdən deyək də. Onsuz da bərabər yanlıq da. Bu nədirsə, bu da onunla. Onda mən nə edə bilərəm? Deyək ki, bir yan üzün xaricə çəkilən çevirən radiusu. Düzbucağı üçbucaqda xaricə çəkilən çevirən radiusu böyüklə işarə olunurdu və o hipotenusun yarısı olurdu. Gəlin belə eləyək. Buranın yarısı olsun. Məsəl üçün A deyirəm. Burada A/2 deyirəm. Radius onda A/2 olar və bizə verib onu 3. Onda A-nı buradan alaram 6. Və bu düzbucağı bərabər yanlı olduğu üçün bunlara, əgər bura 6-dırsa, 6 almışdı. 6-dırsa, katetlərə nə düşəcək? Düşəcək 3/2. Bu da, bu da. İndi bizdən soruşur onun həcmi. Piramidanın həcmi üçün ümumiyyətcə bizə lazımdır oturacağın sayısı. Çünki düstur 3/1 S oturacaq vur H-dır. S oturacağı da təbii ki, kənarda gedib tapıram. Oturacaq bərabər tərəfli üçbucaqdır. A kvadrat kökdə 3/4 düsturu ilə tapılırdı. Yəni,
Bu da bizə verər 36 kök 4 bölü 4, yəni 9 kök 4. İndi həcm düsturunda yerinə yazaq. Digər tərəfdən bizim hündürlüyümüz də yoxdur. Hündürlük də lazımdır bizə. Piramida hündürlüyünü necə taparam? Oturacaq bərabər tərəfli üçbucaq olduğuna görə xaricə seçilən çevrənin radiusu ilə iş görərəm. O zaman onun radiusunu necə ala bilərəm? A kök 4 bölü düsturuna görə olacaq. Deməli 2 kök 3. İndi 2 kök 3-dürsə, onda belə bir Pifaqor qura bilərəm. Baxın. Bu qırmızı çəkdiyim, onun xaricə çəkilən çevrənin radiusu da baxın belə bir şey olur, belə bir görüntü olur. Və bir təpədən hündürlüyü endirsəm, o zaman hündürlüyü h deyirəm. Təbii ki, hündürlük, radius və tərəf arasında əlaqə qura bilərəm. Hündürlüyün kvadratı, radiusun kvadratı. Bu kvadratlar cəmi bizə verməlidir. Deməli, 3 kökdə 2-nin kvadratını. Buradan alacaq. Deməli, h kvadrat üstə gəl 12 bərabər 18. H kvadratını alacam 6. H olacaq kök altında 6. İndi vəsə, yerinə qoya bilərəm. 3də 1 s oturacaq yenə 9 kökdür. H-ın yerinə də deməli, kökdə 6 aldıq. Bunları qoyası olsam. İlkin olaraq kökdə 3 bulu kökdə 18 eləyir. Olur 3 kökdə 18. 3 kökdə 18 də nə deməkdir? Kökdə 18 özü 3 kökdə 2 daxil. Ona görə 9 kökdə 2 eləyər. Olar C variantı. Baxırıq 8-ci suala. Verilən xətlərlə hüdudlanmış bir qurun sahəsini hesablayın. Bizə y funksiyasını veriblər. X bərabər 6 və y bərabər 0. Əvvəla burada nə etmək lazımdır? Verilən 2y-i bir-birinə bərabərləşdirirəm. Yəni kök altında 2x çıx 3-ü 0-a bərabərləşdirirəm. Buradan 2x çıx 3 0-dırsa 2x 3-dür. Yəni x 1/5 olmuş olur. Digər x-imiz isə 6 verib. Demək, sərhədlərimiz bəllidir. S bərabərdir. Sərhəd 1/5-dən 6-ya. Və kökün altında həmin funksiyalar bir-birindən çıxmaq lazımdır. Zaten biri 0 olduğu üçün onlar bir-birindən çıxanda, yəni 0 çıxmaq heç bir mənası qalmır. İndi bunu hesablamaq lazımdır. Kök altı bir şey aldıq. Bunu nə edə bilərsiniz? Əgər hər hansı t əvəzləməsi və s. demək istəməsək, təbii ki, kök altını 2də 1 qüvvətində yaza bilərəm. Növbəti mərhələdə bilməlisən ki, integral tapırsanız qüvvət bir vayda artırdı. O zaman 2x çıx 3-ün üstündə 2də 3 olur və həmin 2də 3-ə bölünür. Düzdür, 2də 3-ə böləndə 3də 2-yə vururam da. Digər tərəfdən də biz demişdik ki, mürəkkəb funksiyalarda x-in yerində duranın törəməsinə bölmək lazımdır integralda. X-in yerində duran ifadə budur və bunun törəməsi 2-dir. Ona görə 2-yə ekstra olaraq bölərəm. Yəni, məxrəcə 2 əlavə elədim. Və biraz daha sadələşdirsək, 2-lər ixtisar getsə, olacaq 3də 1. Bu ifadəni isə mən belə yaza bilərəm. Kök altında 2x çıx 3-ün kubu şəklində. İndi burada sərhədlərimiz 6 və 1/5-dir. Bir dəfə 6, bir dəfə 1/5 qoyaram. 3də 1 qarşıda qalsın. 6 qoyası olsam kök altında 2 vur 6 çıxılsın 3-ün kubu çıx. İndi 1/5 qoyuram. Kök altında 2 vur 1/5 çıx 3-ün kubu. Bərabər. İndi bunu hesablamaq lazımdır. 3də 1. Bax, 2-ni 6-ya vuranda 12 eləyir. 3 çıxsam 9 eləyəcək. Olacaq kök altında 9-un kubu. Burada zaten 2-ni 1/5'e vuranda 3 eləyir. 3-dən 3 çıxsam 0 eləyər. Ona görə bu mənası elə yoxdur, 0-dır. Olur 3də 1 vurulsun. Kök altında 9-un kubu. Bilirəm ki, 9 3-ün kvadrat şəklində yazıla bilər. Belə olan halda kök altında 3 üstü 6 yaranır və bu kökün nəticəsi 2 olduğu üçün 2 ilə 6 ixtisar gedərsə, qalacaq 3-ün kubu. 3-ün kubu da 27-dir deyə yekun cavab olacaq 9. Yəni B variantı. Baxaq 9-cu suala. Həndəsi silsilə sualıdır. B 20-ni verir və digər ifadəni soruşur. Deməli, mən belə yazmaq istəyirəm. B6 vur, B14 vur, B30-un kvadratına B30, B30 olaraq parçalamaq istəyirəm. Və baxaq görək, nə etmək olar. Əslində bunların hər birisini ən kiçik ədədə görə, yəni B6-ya görə də aça bilərik və yaxud da B
1'ə görə də aça bilərik. Gəlin B6-ya görə açıq, görək başımıza nə gəlir. B14-ün yerinə B6 vur, Q-nun üstündə 8 yaza bilərəm. B30-un yerinə B6 vur, Q üstü 24. Burada da həmçinin eyni şeyi yazaram. Bərabər. O zaman B6-dan 1, 2, 3, 4 dənə olduğu üçün B6 üstü 4 olacaq vurma zamanı. Q-lərdə əsaslar eynidir. Vurma zamanı qüvvət üstləri toplanırlar. 24, 24, 48 eləyər. Üstünə 8 gəlsəm də 56. İndi burada mən nə edərəm? 4, 56 zaten ikisi də bir-birinə bölünür. B6 vur Q üstündə 14 yazaram. Üstündə ümumi 4-ü çıxararam qüvvət kimi. Baxıram ki, mötərizənin içindəki B6 və Q üstü 14-ün hasili zaten mənə B20-ni verir. B20 üstü 4 belə bir ifadəyə gəlib çıxır ki, sağ olsun B20-ni bizə vermişdi ki, kökdə 3-dür. Demək, kökdə 3 üstü 4-ü hesablamaq lazımdır. Bu da elə 3-ün kvadratı deməkdir. Yəni ki, olur cavab 9. 10-cu sual. AB parçası üzərindəki nöqtə onu birinin uzunluğu, digərinin uzunluğunun 4-də 3 hissəsi olan 2 hissəyə bölüb. Məsələn, deyək ki, burada bir dənə C nöqtəsi var. Birinin uzunluğu digərinin 4-də 3 hissəsidirsə, bu nə deməkdir? Biri 3K-dır, biri 4K-dır deməkdir. Deyir, alınan parçaların uzunluqları fərqi 15-dir. Yəni 4K ilə 3K-nın fərqi 15-dir. Buradan çıxır ki, K 15 imiş. O zaman bizdən soruşur AB parçasının uzunluğu. Bilirəm ki, AB parçası ümumilikdə 3K-nın 4K-nın cəmidir. Yəni ki, 7K-dır. K-nın yerinə 15 qoyası olsam, zaten cavab eləyəcək 105. Olur A variantı. Baxırıq 11-ci suala. Bundan öncəki videolarda da demişdim. Bu tip suallar nadirən lazım olur bizə. Məsələn, Nicat Baxır sadə sınaq toplusunda bir neçə dəfə iştirak eləyir. Mürəkkəb bölən və yaxud da tək bölən, cüt bölən. Amma digər bir çox toplu olsun, güvən olsun, o tip kitablarda görməmişsiniz. Ona görə də diqqətlə qulaq asın. Baxın, hər kəs natural bölənlərin sayını tapmaq, nə bilim, tam bölənlərin sayı olsun, sadə vuruq, müxtəlif sadə vuruq, sadə bölən və s. Yəni çox qaydalar var idi orada. Onların hamısını hər kəs bilir, gözəl. Amma bir məsələ var. Bu arada əlavə edeyim ki, bu sınaq 10-dur. Sınaq 9-da səhv eləmirəmsə, onunla bağlı bir sual var idi və geniş şəkildə qaydadan kənara çıxıb ümumi hamısını danışmışdım. İstəsəz gedib baxa bilərsiniz bundan öncə paylaşdığım videoya. İndi gələk baxaq bu suala. Əvvəla siz nəyə başa düşməlisiniz? Bu ədədi sadə vuruqlara ayıracam. Yəni bu parçalayacam da hamısını, mürəkkəb ədədləri sadə vuruqlara ayıracam. Və deyir, natural bölənlərdən neçəsi mürəkkəb ədəddir. Yəni səndən əslində nəyə soruşur? Mürəkkəb bölənləri soruşur da, düzdür? Bunun üçün də natural bölənlərin sayından çıxacaqsan sadə bölənlərin sayını və ekstra olaraq 1 də çıxacaqsan. Niyə 1 çıxıram? Çünki riyaziyyatda natural ədədlər sadə və mürəkkəb olmalı 2 yerə bölünmür əslində. Sadə və mürəkkəb ədədlər var. Bir də nə sadə, nə mürəkkəb olan 1 var idi yadınızdadırsa. Ona görə də səndən mürəkkəbi soruşursa, ümumi natural bölənlərin sayından sadə bölənlər çıxıb, ekstra olaraq 1 də çıxır. Təbii ki, bu izah bilməyənlərə aid idi. Başlayaq. 54, 27 vur 2-dir. Ona görə 2 vur 3-ün kubu yazaram. 25 5-ün kvadratıdır. 28 isə 4 vur 7-dir. Yəni 2-nin kvadratı vur 7. Biraz toparlayası olsaq, 2-nin kubu, 3-ün kubu, 5 üstü 2 və 7 yaranır. İndi buradan natural bölənlərin sayını tapası olsam, qüvvətləri 1 vayda artıraram. 3-ü də 1 vayda artırdım. Bu biri 3-ü də 1 vayda artırdım. 2-ni 1 vayda artırdım. Təbii ki, 7-nin üstündə də 1 var. O biri də 1 vayda artırırım. Bir-birinə vurası olsam, 4 vur 4, vur 3, vur 2. Bu bizə verər 96. İndi sadə bölənlərə baxırıq. Sadə bölən, uşaqlar, yadda saxlayın həmişə. Aşağıda gördüyünüz ədədlərin sayıdır. Bax, burada 2, 3, 5, 7. Neçə ədəd görürəm? Təbii ki, 4 dənə. Ona görə sadə bölən 4 dənə. Dedik ki, mürəkkəb bölənləri soruşanda, natural bölənlərin sayından sadə bölənlərin sayını çıxıb, ekstra olaraq 1 çıxırdıq. Yəni, 96-dan 4 çıxıb, əlavə olaraq 1 də çıxsam, 96-dan 5 çıxmış olacam. Cavab olacaq 91 Y variantı. 12-ci sual. Çevrənin xaricindəki A nöqtəsindən bu çevrəyə AC toxunanı və mərkəzdən keçən AD kəsəni çəkilib. ADS 28 dərəcədir. Yəni ki, bura 28 dərəcədir. Deyək ki, CAD-ni tapın. CAD. 'Aha, 'buranı istəyir bizdən. Tamam. 2 + 2 = 4.
İndi nə etmək olar? Təbii ki, bu 28 daxilə çəkilən bucaqdır və biz bilməliyik ki, daxilə çəkilən bucaq söykəndiyi qövsün yarısı olur. Onda SK qövsü təbii ki, 28-in 2 misli olan 56 olmalıdır. Və əgər bizə deyirsə ki, AC bir dəqiqə. Mərkəzdən keçən AD kəsən deyirsə, mərkəzdən keçibsə, o zaman KD burada diametrdir. Və bilməlisən ki, diametr ümumi çevrəni yarım çevrəyə bölür. Yəni ki, ümumi 360-ı 180 olaraq 2 yerə bölür. Burası 56-dırsa SK hissəsi. Onda CD hissəsi də 180 çıx 56 olar. Yəni 124 olar. Daha sonra bizdən soruşulan bucağa baxırıq. Bucaq CAD soruşulur. CAD toxunan və kəsən arasında qalan bucaqdır, düzdür? Və biz bilirdik ki, qövsləri çıxıb 2-yə bölmək lazımdır. Söhbət hansı qövslərdən gedir? Baxın, toxunan və kəsən. Onların arasında qalan qövslər nədir? Biri budur, CD qövsü, biri də budur, SK qövsü. Yəni, onda mən qaydaya görə D qövsündən SK qövsünü çıxıb 2-yə bölməliyəm. Yəni, 124-dən 56 çıxıb 2-yə bölərəm. Bu da bizə 68 bölü 2, yəni 34 verər. Olar cavab D. Baxaq 13-cü suala. İkisi oturacaq BC bərabər 6 olan ABCD trapesiyasının A və D bucaqlarının tən bölənləri, fikir versiniz çəkmişəm həmin tən bölənləri, yəni alfa alfa. Burada beta beta yazaq hələ ki, çünki bərabər yanı trapesiya olduğunu deməyib. Deyir, tən bölənlər gedib BC tərəfini M nöqtəsinə kəsiblər. Hər ikisi kəsişiblər BC tərəfi üzərində. Trapesiyanın hündürlüyünü verib, onun perimetrini soruşur. Bunun üçün nə edərəm? Əvvəla nəyə baxmaq lazımdır? Burada deyir ki, BC tərəfinin M orta nöqtəsində kəsişir. Orta. Əgər ortadırsa, bu nə deməkdir? Bura nədirsə, burada ondandır, düzdür. Baxın, bura alfadır. Onda burada alfa olar. Daxili çarpaz bucaqlar bir-birinə bərabər olur. Eyni məntiqlə, əgər bura betadırsa, Z qaydasına görə, yəni burada beta olar. İndi bir məsələ var ki, əgər bura mən X desəm, burada X olacaq. Çünki burada bərabər yanlı üst bucaq yaranır. Eyni məntiqlə. Burada X olacaq. Çünki burada da bərabər yanlı deməli üç bucaq yarandı. Onda biz qənaətə gəlirik ki, sən demə bu bərabər yanlı trapeziyaymış. Düzdür. O zaman elə betalar silib yerinə alfalar qoya bilərəm ki, özümüzü çaşdırmayaq. Çünki bərabər yanlı trapeziyanın oturacağı bitişik bucaqlara eyni olmaq zorundadır. Və bizə deyirdi ki, BC 6-dır. Düzdür. Onda ümumi BC 6-dırsa, mən bunların hərəsinə 3-3 yaza bilərəm yəqin ki. Burada yazıram 3-3. Daha sonra bizə deyir ki, trapeziyanın hündürlüyü kökdə 5-dir. Gəl hündürlüyü endirək. Bu arada hündürlük hər iki təpədən endirilsə daha gözəl görünər. Hündürlük əgər kökdə 5-dirsə, həm bu, həm də bu. O zaman burada qalan hissələri tapa bilərəm. Məsələn, burada tutaq ki, K və L hərfləri yazaq. AK-nı tapmaq üçün AK-nın kvadratı bərabərdir. 3-ün kvadratından kökdə 5-in kvadratını, yəni 5-i çıxmalıyam. 9-dan 5 çıxanda 4 eləyəcək. Demək ki, AK olur 2. AK 2-dirsə, əldə edən normal olaraq 2-dir. Çünki bərabər yanlı trapeziyaydı. Təbii ki, KL də bütöv 6 olduğu üçün, çünki BC ilə eyni daxil. Beləliklə, perimetr tapmaq üçün bütün kəmiyyətlər əlimdə var. Perimetr tapmaq üçün yan tərəflər, yəni 3, 3. Üst oturacaq 6. Alt oturacaq isə bütöv bizə 10-u verir. Toplayası olsam 6, 6, 12, 22. B variantı. 14-cü sualda nə edərəm? Trigonometrik hissəni hələ ki saxlayaq olduğu kimi, keçək sağ tərəfə baxaq. Baxın, qüvvətdə loqaritmik ifadə var. Fikir versəz 1 bölü loqaritm verilib. Mən o 1 bölü əgər kəsiri silmək istəyirəmsə, sürətlə məxrəcin yerini dəyişmək istəyirəmsə, bunları dəyişə bilərəm də. Siz o hansı xassədir? Deyirdik ki, loqaritma A əsasından B-ni 1 bölü loqaritma B əsasından A kimi yaza bilərəm. İndi mən əgər buradakı 2 ilə A çıx 1-in yerini dəyişsəm, kəsrə ehtiyac qalmaz. Yəni, yaza bilərəm ki, loqaritma 2 əsasdan A çıx 1. Yaxşı, indi bu 2-lər də gedəsi olsa, qalacaq A çıx 1. Olacaq sinus X çıx, kökdə öz kosinus X yazmamışım. Kosinus X bərabərdir A çıx 1. Düzdürmü? İndi mənə də deyir ki, A-nın hansı qiymətdə bunun təninin həlli var. Sən bilməlisən ki, bizim qaydamız var idi. Qayda bundan ibarətdir. A sinus X plus minus
B kosinus x tipli ifadələrdə ən kiçik ən böyük qiyməti həmin o A və B-nin kök altında kvadratlar cəmi belirləyir. Təbii ki, qarşısındakı müsbət varsa ən böyük qiymət, mənfi varsa ən kiçik qiyməti bildirir. İndi bizdə də həmin qaydaya görə A-nın yerinə 1 durub, çünki sinusun əmsalı 1-dir. B-nin yerinə isə kök altında 3 durub. Ortadakı işarənin heç bir fərqi yoxdur. Onsuz kvadrata yüksələndə o mənfi gedəcək. Qaydaya görə plus minus kök altında. Bunları kvadratdan cəmləsəm, 1 ilə 3-ü cəmləsəm, mənə verəcək plus minus kök altında 4, yəni plus minus 2. Açıq bir ifadəsi müsbət 2 və mənfi 2 aralığında qiymət almalıdır. Ona görə yazıram mənfi 2 ilə 2 arasında. Hər tərəfin üzərinə 1 əlavə eləsəm, ortada sırf A-nın qalmasını istəyirəm, ona görə sağda 3, solda mənfi 1 almış olaram. Beləliklə, mənfi 1 və 3 aralığında qiymət almalıdır bizim A-mız. Digər tərəfdən baxaq görək başqa nəyimiz var. Loqaritmamızın yuxarı hissəsi heç vaxt mənfi olmazdı. Bunu da yaddan çıxarmayaq. Ona görə A-cıq 1-i də böyük 0 götürürəm. Yəni A 1-dən böyük olmalı. Bayaq deyildi, mənfi 1, 3 arasında. İndi o zaman sizin üçün ədəd oxla çəkib göstərmək istəyirəm. Baxın, mənfi 1 buradadır, 1 buradadır, 3 də burada. Təbii ki, mənfi 1 ilə 3-ün içini rəyləyirəm, işarələr qeyri-ciddi. 1-in içini isə boş qoyuram, çünki ciddi işarədir. Baxın, əslində biz bunu almışdıq cavab olaraq. Amma birdən böyükləri götürməliyəm deyə bu hissəni götürürəm. Kəsişmə olur 1-dən 3 aralıq. Baxın, 1-dən 3-ə qədər 1 yumru, 3 düzmə tərəzə ilə belə bir cavab olur. Bir şey daha unutdum deməyə sizə. Bundan əlavə açıq 1 0-dan da fərqli olmalıdır. A 1-dən də fərqli olmalıdır. Onu deməyi unutdum. 1 mütləq olmamalıdır. Bir dəqiqə. Düz demədim. 1-dən fərqli. Yəni 2 ola bilməz. İndi 2 də hardasa buralarda bir yerdədir də. Əgər 2 də ola bilmirsə, onda mən bu aralığı 2 vasitəsilə parçalamalıyam. 1-dən 2-yə qədər, 2-dən 3-ə qədər olmuş olar. Bu da cavab olur B variantı. Onsuz da 1-3 hissəsinin aydın idi sizə. Sadəcə orada axı 2 ödəmir. Niyə ödəmir? Çünki 2 qoyası olsam bu hissə 1 alınır. O hissədə 1 olmaz. Həm buradakı loqaritmində də onu görürük. Buradakında da görürük. 2 dənə loqaritm elə bil hərəsinin özünün xassəsi var da. Buradakı loqaritma deyir ki, loqaritmanın əsası gərək ki 1-dən fərqli olsun. Ona görə bunu elədim. Amma buradakı loqaritma mənə deyir ki, loqaritmanın yuxarı hissəsi müsbət olmalıdır. Ona görə bunu elədim. Hər ikisini istifadə elədim. Belə. Gəlin neyiniyək? Bu sistemdə tərəf-tərəfə toplayaq. Amma ki, kökləri hər dəfə uzun-uzadı yazmamaq üçün istəyirəm bir işarələmə eləyim. Məsələn, kök altında x, y cəminə A deyim. Kök altında xz cəminə B deyim. Kök altında yz cəminə də bir dənə C deyək. O zaman necə yazaram? Yazaram ki, gəlin sistemi düzəldək. A üstəgəl B bərabər 7. A üstəgəl C bərabər 9. B üstəgəl deməli C bərabər 8. Belə yazdım. Tərəf-tərəfə toplasam 2A, 2B, 2C bərabər olur. Bunları da cəmi eləyəcək 24. ABC cəmini o zaman alaram 12. İndi mən nə edəcəm? Bax, bu üçünün cəmi 12-dirsə, ayrı-ayrılıqda AB-ni və C-ni tapmaq olur. Bax, AB cəmi 7-dir. Üçün cəmi də 12-dir. Onda təkcə C-yə nə düşür? Təbii ki, 5 düşür. C bərabər 5. AC cəmi 9-dursa, ortadakı B-yə nə düşür? 12-dən 9 çıxaram 3. Demək B oldu 3. BC cəmi əgər 8-dirsə, A-ya nə düşür? 4 düşür. Bunu belə yazıq. İndi ABC nəyə demişdimsə, gətirib onları yerinə qoyuram. Baxın, A-nı aldım 4. Yəni kök altında x, y cəmini aldım 4. Daha sonra B-ni aldım 3. Yəni kök altında x, z cəmini aldım 3. C-ni də 5 almışam. Yəni kök altında y, z cəmini 5 almışam. Və bunları kvadrata yüksəltsəm bu aldıqlarımı. Olacaq x, y cəmi 16, x, z cəmi 9, y, z cəmi isə 25. İndi yenə də tərəf-tərəfə toplasam, diqqətlə baxaq. 2x, 2y və 2z cəmini alacam 50.
Hər tərəfi 2-yə böləsi olsam, cavab olacaq 25. Bizdən də zaten bunu soruşur. C. 16-cı sual. Yan tərəfinin uzunluğu 6 kökdə 2 olan düzbucaqlı trapesiyanın hündürlüyü oturacaqları fərqinə bərabərdir. Təbii ki, düzbucaqlı trapesiyadan bəhs ediriksə, iki bucağı 90 dərəcə olmalıdır. Və belə bir iş görmək istəyirəm. Madəm ki, hündürlükdən bəhs edir, hündürlüyü çəkirəm. Bilirəm ki, bu hündürlük ilə bu hissə ilə eynidir. Bizə deyir ki, hündürlük oturacaqlar fərqinə bərabərdir. Məsəl üçün, əgər bura A-dırsa, onda bütöv oturacaq, alt oturacağa B desəm, bu hissəyə B çıxa düşsə, hündürlük o zaman nə olmalıdır? Oturacaqlar fərqinə bərabərdir. Yəni ki, B çıx A-ya bərabər olmuş olar. Düzdürmü? O zaman burada bir dənə düzbucağı əmələ gəlir. Hansı ki, fikir versəz, katetlər ikisi də B çıxadır. Yəni, katetlər eynidir. Biz də bilməliyik ki, düzbucaqda katetlər bir-birinə bərabərdirsə, demək ki, 45-45 üçbucağıdır, düzdür? O zaman hipotenuz katetlərin kökdə 2 hissəsi olurdu. Yəni, əgər hipotenuzu 6 kökdə 2 veribsə, demək ki, bu katetlər 6 imiş hər ikisi. Yaxşı, daha sonra deyir, trapesiyanın kiçik oturacağı 2 olarsa, yəni A2 olarsa, təbii ki, A2-dirsə, B çıx A6 olduğu üçün A-nın yerinə 2 qoysam, B çıx 2 6-dırsa, demək B də 8 olmuş olar. Orta xətti soruşur. Orta xətt el ilə işarə olunur və oturacaqların cəminin yarısıdır. Yəni 2 və 8-i toplayıb 2-yə bölərəm. Onu 2-yə böləndə cavab olacaq 5. Baxaq 17-ci suala. 17-ci sualda limit sualıdır və x-in yerinə -1 aparıb qoysaq, sürətdə 0 olur, məxrəc də 0 olur. Və biz də bilirik ki, 0/0 görürəmsə, ağlıma ilk l'hopital gəlməlidir. Elə əlverişli üsulda bu sual üçün l'hopitaldır. Neyniyərəm? Törəməsini taparam. Həm sürətin, həm məxrəcin. Yazaram limit. X yaxınlaşır -1-ə. Baxın, kəsr xəttini çəkirəm. Və sürətin törəməsini tapıram. Baxın, sürətin törəməsi, kök altında x-in törəməsi, yəqin ki, bilirik. 1/2 kökdə x idi, düzdür? Onda olacaq 1/2 kök altında x plus 10. Düzdür? Zaten 3-ün törəməsi 0-dır, yazmayacaq. Keçirəm məxrəcin törəməsinə. Yenə də eyni məntiqlə 1/2 kök altında x. Mürəkkəb funksiya kimi baxası olsaq da, zaten kökün altındakılara fikir versəz, istəyir bu kökün altı olsun, istəyir bu kökün altı. Yəni, onsuz da törəməsi 1 eləyir. Yəni, 1-ə vurmağın ekstra olaraq yeni bir şey, yeni bir mahiyyət kəsb eləmir. Burada hər ikisində 2-də 1 var. 2-də 1-lər gedəcək qarşıdakı 2-də 1-lər. Olacaq kök altında 5 plus x. Kök altında x plus 10-da məxrəcə düşmüş olacaq. İndi x-in yerinə -1 qoya bilərəm. Bu arada qarşıda limit sözünü yazmağı unutdum. Limit sözünü mütləq hər dəfəsində yazmalısınız. Bərabər x-in yerinə -1 qoyanda yuxarıda olacaq kök altında 4, aşağıda isə kök altında 9 olacaq ki, bu da bizə verəcək 3-də 2 C variantını. Baxırıq 18-ci suala. Müxtəlif üsullar var və mən ağlıma gələn ilk sadə üsulla yazmaq istəyirəm. M və N natural ədədlərdə hasil 225-dir. Əkobu verib və M-in cəmini soruşur. Əvvəla yadınızdadırsa, 2 ədədin əbob və əkobu ilə bağlı belə bir düsturumuz var idi. Deyirdik əbobunu, 2 ədədin əbobunu əkobuna vursaq, biz həmin ədədlərin özlərinin hasilini almış olaraq. İndi bizdə də ədədlər AB yox, MN-dir. Bu düsturu necə istifadə edərəm? Yazaram ki, əbob MN vurulsun, əkobu 75 verib, bərabər hasillərinə də 225 verib, düzdürmü? Buradan əbob MN-i taparam. Deməli, 225-i 75-ə bölməklə 3 eləyəcək. İndi əbob 3-dür, məndən MN cəmini soruşur. Təbii ki, neyniyərəm? Nə iş görərəm? Əgər əboblar 3-dürsə, məsələn, M ədədini 3 tutaq ki, x götürüm. N ədədini 3, y götürün məsəl üçün. Çünki hər ikisində 3 vurğu var da, əbob 3 olduğuna görə hər ikisində 3 vurğu var. Amma x, y burada ortaq olmamalıdır da. Ona görə fərqli hərflər deyirəm. İndi bir məsələ var ki, bu yazdığım x, y var ha. X, y-nin heç bir ortaq böləni olmasın. O da ola birbirindən qarşılığı sadədir.
Yəni onların belə edəm. Əboblar 1. Onda nə edərəm? Onların hasillərinə baxaram, m-in hasilinə. Yazaram 3x vur 3y bərabərdir 225. Buradan x, y hasilini 225 9-a bölündü 25 alaram. Baxın, x, y nə bir-birinə bərabər ola bilməz, nə də ki, heç bir ortaq böləni olmamalıdır, qarşılıqlı sadədirlər. O zaman x, y-in yalnız yeganə versiyası var 1 və 25. Biri olur 1, diğeri de olur 25. Hansının hansı olmağı fərqi yoxdur onsuz da. Yəni onsuz da m-ni bizdən ayrı soruşmur, onların cəmini soruşur. M-in cəmi o zaman nə olacaq? M 3x-dir, yəni 3 vur 1. N isə 3y-dir, yəni 3 vur 25. Bu da bizə verəcək elə 3 vur 26, 78 olacaq cavabımız. Olacaq Y variantı. Baxırıq 19-cu suala. Funksiyasının ən kiçik tam qiymətini soruşur. Deməli, nə görürəm burada? Deməli, məxrəcdə kök var. Bilməliyəm ki, kökün altındakı ifadə, yəni x plus 5, böyük bərabər 0 olmalıdır. Diğer tərəfdən məxrəc heç vaxt 0 ola bilməz. Ona görə kök altında x plus 5 ifadəsi, deməli, daha doğrusu çıxış fərqlidir olmalıdır 0-dan. Bu o deməkdir ki, həmin kök altı ifadə 3-dən fərqli olmalıdır. Hər tərəfi kvadrata yüksəlsəm, x plus 5 fərqli olmalıdır 9-dan. Yəni x fərqlidir 4. Bunu bir dənə yadımızda saxlayırıq. İndi gedək neyniyək? Bu bərabərsizlik həlli. Bu bərabərsizlik həlli nədir? X böyük bərabər mənfi 5. Normalda insan istəyir ki, mənfi 5-dən müsbət sonsuzluğa götürsün cavabı. Amma ki, təbii ki, 4 ola bilmədiyi üçün mütləq şəkildə deməli, belə götürəcəyik. Mənfi 5-dən 4-ə qədər, 4 öz daxil deyil, birləşsin 4-dən müsbət sonsuzluğa qədər. X-in ala biləcəyi qiymətləri tapdıq. Ardıca verilən funksiyamızın ən kiçik qiymətini tapa bilməyimiz üçün gəl onu biraz sadələşdirək. Çünki belə olan halda mən nə bilim ki, sürət və məxrəcinə qoya bilərəm. Sadələşdirə bilərik. Yəni qoşmaya vurub bölməklə. Bəzən elə ola bilər ki, sürətdə heç bir dəyişən iştirak eləməz, yalnız məxrəcdə olar. O zaman bir kəsrindən kiçik olması üçün gərək məxrəc mümkün qədər böyük olsun. Və yaxud da tərsinə ola bilər. Tutaq ki, məxrəcdə dəyişən iştirak eləməz, yalnız sürətdə olar dəyişən. O zaman bir kəsrin ən kiçik qiymətini axtarımsa, sürətin ən kiçik qiymətini tapıb, o cür yerinə qoyub hesablaya bilərəm. Amma burada həm sürətdə həm məxrəcdə dəyişən olduğu üçün mütləq, deməli, ya vuruqlara ayrıla bilirsə, vuruqlara ayrılmalıdır. Yox, əgər bu mümkün deyilsə də qoşmaya vurulub bölünməlidir. Deməli, bu məxrəci qoşması nə eləyir? Kök altında x plus 5 üstə gəl 3 eləyir. Bu ifadəni həm də sürətdəkinə vurmaq lazımdır. Kök altında x plus 5 üstə gəl 3. İndi təbii ki də sürət olduğu kimi qalacaq. Məxrəc bizə verəcək kök altında x plus 5-in kvadratı ilə 3-ün kvadratının fərqini. Yəni x plus 5 çıx 9-u verəcək. O da x minus 4 olacaq məxrəcimiz. Yəni belə bir ifadə alınacaq. Deməli, x çıx 4 kök altında x plus 5 plus 3. Bu sürətdir. Məxrəcdə x minus 4 olacaq zaten. Bunların kvadratları fərqi onu verəcək. Bunlar da ixtisar gedəndən sonra bizim fx-imiz düşəcək kök altında x plus 5 plus 3 vəziyyətinə. Baxın, kifayət qədər sadələşdi. Artıq mən bilirəm ki, bunun ən kiçik qiyməti təbii ki də kənarda duran 3-dür. Ona görə cavab olar 3A variantı. Hardan bildim? Çünki kök altı bir şeyin ən kiçik qiyməti 0-dır. Bunun yerinə 0 qoyanda cavab təbii ki 3 qalar. 20-ci sualda ABC üçbucağında ABC-nin koordinatlarını verir və deyir ki, A-ın mediandır. Median qarşı tərəfi 2 bərabər hissəyə bölünür. Yəni M nöqtəsi BC-nin orta nöqtəsi sayılır. Daha sonra MA vektorunun koordinatlarıyla bağlı sual verir bizə. Biz nə edərik? MA vektorunu bilmək üçün gərək M-in koordinatlarını da bilim. A verilib, amma M-i özümüz tapmalıyıq. Təbii ki, M-in koordinatlarını necə tapıram? B və C-nin orta nöqtəsi olduğu üçün M nöqtəsi. B və C-nin koordinatlarını toplayıb 2-yə bölməklə tapıram. Yəni 5 ilə mənfi 3-ü toplasam 2 eləyəcək. 2-yə bölsəm 1 eləyəcək. Daha sonra 2 və 4 toplasam 6 eləyir. 2-yə bölsəm 3 eləyir. Demək ki, M nöqtəsinin koordinatları 1, 3-dür. A-nı da zaten 4, 3 olaraq özü vermişdi. İndi mən MA vektorunu bu məntiqlə tapa bilərəm.
Vektorun koordinatlarını necə tapırdıq? Sondan başlanğıca çıxmaqla. Yəni ki, M-A-da son A-da axı mən A-dan M-i çıxmalıyam, tamam mı? O zaman 4-dən 1 çıxaram, eləyəcək 3 və 3-dən də 3 çıxaram, eləyər 0. Koordinatlar cəmi isə 3 ilə 0-ın cəmi elə 3 C variantı olar. Sonra baxırıq 21-ci suala. İfadəsinin qiyməti tələb olunur. Əvvəla ən içərdən başlamaq lazımdır bu ifadədən. Onu 2 qat radikaldan sadələşdirmək lazım. Yazıram birinci addım olaraq. Kök altında 7 çıx, 4 kökdürücü sadələşdirməliyəm. Diqqətlə baxın bu hissə 2 qat radikallar necə sadələşir. Həmişə çalışın kökün sonunda mütləq 2 durmalıdır. Bilirsən ki 4, 2 vur 2 deməkdir. Sənədə əgər orada 2-nin birini saxlayırsansa, digər 2-ni içəri atmaq lazımdır və içəri atanda təbii ki, kvadratı ilə girəcək içəri. Yəni, bu 2 içəri girəndə 4 vur 3, yəni 12 yaranmış olar kökün altında. Bunu belə yazdıq. Daha sonra bunun cavabı necə tapılır da? Hasili 12, cəmi 7 olan 2 ədədi tapırsan. Bilirsən ki, bu 3 və 4-dür. Həmin o 3 və 4-ün kök altında fərqləri, yəni kökdə 4-dən kökdə 3-ün fərqi edir bunun cavabı. Böyüdən kiçik çıxırsınız həmişə. Kökdə 4-dən 2 çıxarıb birbaşa 2 çıx kökdə 3 deyə bilərəm. Qayda nədən ibarətdir? Elə 2 ədəd düşünməlisən ki, onların cəmi burada duranı versin. Hasili isə kökün altında duranı versin. Amma mütləq kökün sonunda 2 durmalıdır. Yəni belə baxanda belə deyə bilməzdim. Bu halı gətirəndən sonra deyə bilirəm. İndi İkinci addım olaraq kökümün içində, bütöv ifadənin içində yerinə yazıram. 14 üstəgəl kökdə 3 üstəgəl. Baxın, bu ifadənin yerinə artıq 2 çıx kökdə 3 yazası olsam, kökdə 3-lər islah gedər, qalar kök altında 16, oradan da cavab 4 çıxar. Deməli, baxırıq 22-ci suala. Əvvəla f'(x)i gərək tapım ki, sonra törəmədə 1 bölü y-ni tapa bilim. Buradakı iştirik işarəsinə diqqətlə baxın. Çünki bəzi şagirdlər törəmə tapmadan, buradakı iştirikə fikir vermədən birbaşa 1 bölü y qoyub tapır ki, cavab onda təbii ki, yanlış alınır. Törəməni necə tapıram? Birinci başlayırıq arktangensdən. Bilməlisiniz ki, arktangens x-in törəməsi 1 böl 1 plus x kvadrat idi. Təbii ki, orada x-in yerinə bizdə ln x durduğu üçün ln x-in törəməsinə də, yəni 1 bölü x-ə vurmağı unutmuruq. O zaman yazaram 1 bölünsün 1 plus, bax x kvadrat yerinə ln kvadrat yazıram. Və bu ifadəni dediyim kimi x-in yerində duran ln x-in törəməsinə, yəni 1 bölü x-ə vururam. O zaman bunu 1 bölü x-ə vursam, məxrəcə əlavə olaraq bir dənə x vuruğu əlavə edirəm. Qoy elə belə olsun. Çıx 4-də 1 vur. Bu nədir? Ln kvadrat. Bax, x üstü n'in törəməsi necə tapılırdı? Deyirdik, n qarşıya gəlir və qüvvət üstü bir vahid azalır. Burada da ln kvadratındakı 2 gəlir qarşıya, olur ln x və qüvvətdə bir vahid azalır. Amma yenə də x-in yerində ln x durub, ona görə də x-in yerində duranın törəməsinə, yəni 1 bölü x-ə vurmağı unutmuram. Biraz sadələşdirərəm. Deməli, sadələşdirmək deyəndə yəni ciddi bir iş görməyəcəm əslində. Burada fikir versəz, bunları ixtisar aparacağım sadəcə. 2 ilə 4 ixtisar aparıb 2-də 1 yazacağım. Başqa bir şey yoxdur əslində ciddi. İndi baxın, f' 1 böl y-ni hesablayıram. Yəni x-in yerinə 1 böl y qoyacağım. Olacaq 1 böl x-in yerinə 1 bölünsün y. 1 üstəgəl ln kvadrat y. Çıx 2-də 1 ln. Üzr istəyirəm. Burada ln y qoydum. 1 böl y qoymalıydım. Daha sonra 2'də 1 ln 1 böl y vur 1 böl y. Bunu bu şəkildə yazdıq. Bərabər. İndi bunu sadələşdirmək lazımdır. Sən bilməlisən ki, ln 1 böl y demək nə deməkdir? O əslində loqaritma y əsasından 1 böl y deməkdir və təbii ki, cavabı mənfi 1'dir. Çünki y'nin üstünə qüvvətinə mənfi 1 qoysam 1 böl y eləyər də. Ona görə, baxın, bu hissənin yerinə mən nə yazacağım? Həmçinin bu hissənin yerinə nə yazacağım? Onları deyirəm. Harada ln 1 böl y görsəm, yerdə mənfi 1 yazacağım. Gəlin yazaq. Olacaq, bu y zaten sürətə keçəcək. Məxrəcdə olacaq 1 plus mənfi 1'in kvadrat. Üstündə kvadrat var, unutma. Çıx 2'də 1 vur. Bax, bu yaşlının yerinə artıq mənfi 1 yazıram. Bir də vur 1 böl y, o da y eləyir zaten.
İndi burada olacaq y bölünsün 1 üstə gəl 1, yəni 2 çıx. Burada da bax 2 dənə mənfi bir-birinə dəyər toplama yaradır və y-ni 2-yə böləndə y böl 2. Bunları toplayası olsaq olacaq y. Olur, cavab B variantı. Maraqlı sual. Burada başlayırıq 23-cü sualda nə etməyə? Sinus üstündə 4 alfa, kosinus üstündə 4 alfa. Bu necə açılmalıdır? Sinus kvadrat alfa üstə gəl. Kosinus kvadrat alfanın kvadratı çıxılsın. 2 vur, onların hasili. Sinus kvadrat alfa, kosinus kvadrat alfa. İndi bilirəm ki, bu bizə zaten 1 verir. 1'in kvadratı olur 1, çıxılsın. 2 vur. Burada sadəcə sin alfa ilə kos alfanı eyni yerə yazıb kvadratı ümumi şəkildə çölə çıxarmaq lazımdır. Yerinə qoysaq 1 çıx 2 vur. Deməli, sin alfa kos alfa ailəsini 0,4 verib 0,4'ün kvadratı olacaq. Yəni 1 çıx 2 vur 0,16 eləyəcək. O da 1 çıxılsın 0,32 deməkdir. Yəni 0,68 almış olarım. Hə, qaldı ki, bu şərti niyə verib deyə soruşsaz, onu da izah edeyim. Əslində, burada ehtiyac yoxdur onsuz da. Çünki bizdən qüvvətlərin cəmi, onsuz da qüvvətlər cüt olduğu üçün burada onsuz da yekun cavab müsbət alınacaq. Amma bəzi hallar olur ki, soruşduğu ifadə elə olur ki, axırda mənfi də alına bilər, müsbət də alına bilər. Ona görə elə dərəcə verir. Çünki sən bilməlisən ki, 0,45 dərəcə birinci rüb aralığıdır. Birinci rübün birinci yarısıdır da, belə deyək və orada kosinusda müsbətdir, sinusda. Hər ikisi də müsbətdir onsuz. Bu sual üçün onsuz o şərt lazım olmur. Baxaq 24-cü suala. Çevrə xaricindəki A nöqtəsindən çəkilən AC və BC kəsənləri, daha doğrusu AC və AB kəsənləri onu uyğun olaraq D və M nöqtələrində kəsir. Daha sonra bizə verilib ki, MB çevrənin diametridir. Yəni ki, o mərkəzindən keçib. AM MC-yə bərabərdir. Yəni bura MC aradı. Bura bərabərmiş. Tamam. Yəni orada bərabər yanlı üçbucaq yaranacaq. Sonra bizə verib DNC qövsünün 87 dərəcə. Bura 87-dir. Deyir BMC nə qədərdir? BMC. Bizdən bu bucağı soruşur. Baxın. Bu soruşduğu bucağı necə taparam? Mən bura alfa yazası olsam, bu bucaqda alfa olar? Olar. Çünki onlar bərabər yanlı üçbucağın oturacağına piçik bucaqlardılar. Yəni bu üçbucaq bərabər yanlı olduğu üçün oturacağı piçik bucaqlar eyni olmalı. Yaxşı, o zaman bizdən soruşulan bu yaşıl bucaq var. Hansı ki bizdən bunu soruşurdu. O 2 alfa olar mı? Olar. Niyə olar? Çünki üçbucağın 2 daxili bucağının cəmi onlara qonşu olmayan xarici bucağa bərabərdir. Yəni bu 2 dənə alfaların cəmi bu biri xarici bucağa bərabər olmalıdır. Bəs indi nə edərəm? Bu 2 alfanın və yaxud da bu alfanın nə kimi bizdə rolu var? Onlar daxilə çəkilən bucaqdır. Bax, bura alfadırsa, onun söykəndiyi qövsü, yəni MD qövsü olacaq 2 alfa. Eyni məntiqlə buradakı 2 alfa da daxilə çəkilən bucaqdır. Söykəndiyi qövsü 12 misli, yəni 4 alfa olacaq. İndi fikir verin, MB diametrdirsə, deməli, onda MD qövsü üstə gəl. DC qövsü üstə gəl, CB qövsü bizə verməlidir 180 dərəcə. Çünki yarım çevrə yaranır. Onda 2 alfa 87 və 4 alfa. Bunların cəmi 180 verməlidir bizə. Alaram ki 6 alfa bərabərdir. 180-dən 87 çıxaram. O da 93 eləyər. Alfa da bərabər olacaq. Düz hesabladım. Onsuz da bizə alfanı yox 2 alfanı tapmaq lazım idi da. Düzdür. Çünki bura 2 alfaya demişdik əvvəlcədən. 3-ə bölsəm kifayətdir. Olacaq 31. Yəni cavab elə 31 eləyəcək. Deməli 15,5 eləyir 93-6-ya böləndə. Amma sonra təkrar zaten 2-yə vurmağı olacam. Ona görə birbaşa hər tərəfi 3-ə bölüb məndən soruşulan 2 alfanı alsam bəs eləyər. Belə. Keçək növbəti suala 25. Deyir, kompleks ədədi üçün filankəs olarsa x-i tapın. Nə edərəm? Əvvəla yadda saxlayın. Bir sualda həm z, həm də z üstü xət iştirak edirsən, mütləq sən z-in yerinə verilən özünü yazırsan, z-in üstü xətin yerinə isə onun qoşmasını, yəni x çıx y yazmalısan. Yazaq. 3, diqqətlə baxın. X-in yerinə z-in yerinə yazıram x üstə gəl y çıx. Z üstü xətin yerinə isə ortada çıxma olan versiyanı yazıram, yəni qoşmanı yazıram.
Bu davamı kompleks ədədin bərabərliyinə əsaslanır. Sol tərəfi vurub açmaq lazımdır. 3x üstəgəl 3y çıx x üstəgəl y. Düzdür. Bunu belə yazdıq. Növbəti mərhələdə həqiqi hissələri bir yanaşı yazmaq məsləhətlidir. Yəni 3x-dən x çıxıb 2x yazacağım. 3y ilə 1y-ni toplasam 4y eləyəcək. Kompleks ədədin bərabərlik şərtinə görə həqiqi hissələr həqiqiyə, xəyali hissələr xəyaliyə bərabər olmalıdır. İ'sizlər bir-birinə bərabərdir, i'lilər də bir-birinə bərabərdir. Yəni 4y 8-ə, y buradan 2 alınacaq, x isə -2. Bizdən soruşurdu x-i, cavab elə olar -2. Sadəcə x-i soruşur. Baxırıq 26-cı suala. Üçbucağın ABC tərəfləri filan şərti ödəyir. Deyir, bu üçbucağın perimetrini tapın. Bilirsən ki, nəyinsə modulları həmişə sıfırdan böyük bərabər olmalıdır. Söhbət daxilindən gedmir. Modul ifadənin özündən gedir. Bu da nədirsə sıfırdan böyük bir şeydir. Bu da. 3 dənə sıfırdan böyük olan bir şeyi toplasam, mən necə sıfırdan kiçik bərabər bir şey ala bilərəm? Təbii ki, yeganə bir hal var. Sıfıra bərabər olma halı. Çünki sıfırdan kiçik bərabər o deməkdir ki, ya sıfıra bərabərdir, ya da ki, sıfırdan kiçikdir. Sıfırdan kiçik ola bilməyəcəyinə görə 3 dənə modulun cəmi necə mənfi olsun, düzdür? Ona görə də yalnız sıfıra bərabər olma halı qalır. Ona görə əgər o 3-ünün cəmi sıfırdırsa, demək hər birisi ayrı-ayrı sıfır olmalıdır. Yəni A plus B çıx 13 sıfıra bərabərdir. Bu elə A plus B'nin 13'e bərabər olması deməkdir. Qısaca yazacağım. B plus C 14. A plus C 15. İndi sistem kimi tərəf-tərəfi toplasaq 2A, 2B və 2C'nin cəmini alarıq. 30, 42 düzdür. Onda hər tərəf 2'yə böləsi olsam ABC cəmini də 21 alarım. Zaten məndən bu üçbucağın perimetrini, yəni ABC'nin cəmini soruşurdu. Cavab olar 21. Baxırıq 27-ci suala. Uyğunluq müəyyən eləməyimizi tələb edir. Birincidən başlayırıq. Kök altına 7 çıx 3. Variantlarda tam və kəsr hissə soruşulur. Əvvəla tam hissəni tapanda nə edirəm? Təxmini qiymət çıxarıram. Kökdə 7 bilirəm ki, 2 tam neçəsədir? Və ondan mən 3 çıxıramsa, deməli, təxmini mənfi 0 tam neçəsə alıram da, düzdür? Mənfi 0 tam neçəsə. Ki bunun tam hissəsi də zaten eləyəcək -1. Belə işarə qoyuram. Tam hissə bərabər -1. Daha sonra kəsr hissəsinə baxaq. Baxın, bunun kəsr hissəsini necə taparam? Kökdə 7 çıx 3. Mən bir dənə qayda başa salmışdım şagirdlərimə. Bilmirəm kim hansı üsuldan istəyir, istifadə eləyə bilər. Amma sırf bu tip misallar üçün, yəni ki, biri kök altılı, biri isə tam ədəd olan ifadələrin kəsr hissəsi tapmaq üçün sadəcə kəsr aid dediyim bu qayda. Kökdə olan ədədin hansı iki ədəd arasında yerləşdiyini tapırsam, bilirəm ki, 2-3 arasında yerləşir. Çarpaz şəkildə 2-ni aparıb 3-ün yerinə qoyuram. Yəni 3-ü tullayıram, yerinə 2 yazıram. Olur, kök altında 7 çıx 2. Yəni kəsr hissəsi kökdə 7 çıx 2-dir. Fikir versəz D variantı uyğundur. Ona görə 1-ə D variantı getdi. Keçərəm ikinciyə. Deməli, 3 çıxılsın kök altında 10. Tam hissəsini tapmaq üçün nə edərəm? Təqribi qiymət çıxararam. Bilirəm ki, kökdə 10 3-dən böyükdür. 3 tam neçəsə. Ona görə burada da yenə eyni məntiqlə -0 tam neçəsə yaranacaq ki, tam hissəsi də olacaq -1. Kəsr hissəsinə baxanda isə yenə kök altında olan ədəd hansı ki tam ədəd arasında yerləşir, bunu müəyyən edirəm. Kökdə 10 bilirəm ki 3-4 arasında. Çarpaz şəkildə 3-ün yerinə aparıb 4-ü qoyuram. 3 silib yerinə 4 yazaram. 4 çıx kökdə 10 olacaq, düzdür? Yəni Y variantı gedəcək. Keçirəm. Üçüncüyə baxıram. Kök altında 10 çıx 3. Təbii ki, kökdə ondan təxmini 3 tam neçəsə çıxır. Oradan 3 çıxsam, mən alacağım haradasa 0 tam neçə, düzdür? 0 tam neçənin tam hissəsi elə olur 0. Tam hissəsi 0'dır deyə B variantı gedir. Yadda saxlayın. Əgər istəyir rasional, istəyir rasional. Tam hissə 0'dırsa, ədəd kəsr hissəsi ilə eyni olur.
Yəni deyirək kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir. A variantı bu ifadə üçün keçərlidir. Çünki kəsr hissəsini tapası olsaq, görəcəyik ki, yenə ilə ədədin özüdür. Ümumiyyətlə kəsr hissə necə tapılırdı, onu da xatırladım. Ədədin özündən tam hissəni çıxmaqla tapılırdı. Mötərizələrdə də diqqətlə yanaşın, çünki çoxluq mötərizəsi kimi olan mötərizə kəsr hissəni bildirir. Parça mötərizəsi isə tam hissəni bildirir. Ədəd özü kök altında 10 çıx 3'dür. Buradan tam hissə 0-dır axı. 0'a çıxsam zaten yenə ədədin özünü almış olaram. Kökdə 10 çıx 3'ü. Belə. Bizdə C variantı heç kimə aid olmadı. 28-ci suala baxırıq. Sürəti 108 km/saat olan qatar uzunluğu 600 metr olan tuneli 36 saniyədə keçir. Eyni qatar həmin sürətlə dayanacaqda dayanan sərnişinin yanından neçə saniyəyə keçər? Əvvəla nə etməliyəm? Biz tunelin uzunluğunu əgər bildiysəm, həmçinin zamanı da bildiysəm, V bərabərdir. Tapa bilərəm buradan. Sürəti taparam. Sürət. Ümumiyyətcə belə eləyədəm. Gəlin sürətimizi km/saatdan metr/saniyəyə keçirək. Çünki nə də olsa vahidlər metr və saniyə ilə soruşulur. Onda belə yazaq. 108 km/saatı metr/saniyəyə keçirmək istəyirəmsə, baxın metr/saniyəyə keçirmək istəyirəmsə, bunu bir dəfəlik yadda saxlayın, qısa yolunda deyəcəm. 1 kilometr 1000 metr olduğu üçün 1000'ə vuraram. 1 saat 3600 saniyə olduğu üçün 3600'ə bölərəm. Uzun sözün qısası. Kilometr/saatdan metr/saniyəyə keçəndə 3,6'ya bölürük. Bu da bizə verəcək 108'i 3,6'ya böləndə 30. İndi biz sürətimizi tapdıq. Daha sonra qatarın öz uzunluğu var da, düzdür. Tunelin uzunluğunu bizə 600 verib, amma qatarın öz uzunluğu da var əlbəttə ki. Qatarın uzunluğuna nə deyək? Məsələn, L deyək. O zaman L ilə qatarın uzunluğu 600'ün cəmi bizə ümumi gedilən yolu verər də, yəni S-i verər. Düzdür? Yəqin ki, bundan razısınız. Bəs mən nə edeyim? S-i necə tapacam? S V ilə T-nin hasilidir. Yəni sürətlə zamanın hasili olur. Əlimizdə sürət də var, zaman da var. Zaman 36 saniyədir. Sürət də 30 metr/saniyədir. O zaman mən yaza bilərəm də L plus 600 bərabərdir. V-T-nin yerinə V-nin yerinə 30, T-nin yerinə 36 yazdığım üçün bu şəkildə bir düstur çıxar ortaya. Buradan L-i tapmaq istəsəm 36'nı 30'a vuranda 1080 eləyir. Deməli 1080'dən 600 çıxsam 480 düzdür. Beləliklə qatarın uzunluğunu 480 aldıq. Mənə nə deyir? Deyir ki, eyni qatar həmin sürətlə, yəni 30 sürətlə dayanacaqda dayanan sərnişinin yanından neçə saniyəyə keçər? T bərabər, onu da T yox, T1 deyək də. T1 bərabər, nə edərəm? Təbii ki, yenə də eyni məntiqlə yolu bölməliyəm sürətə. Bu zaman yolumuz artıq bizim bayaq aldığımız 480'dən eynidir də. Çünki qatarın uzunluğu 480'dir, yolun uzunluğu 480. Ona görə 480 bölərəm. Bizə verilən 30'a. Bu da bizə verər 16 saniyə. Sualın cavabı olur 16 saniyə. Baxaq 29-cu suala. Sinifdə 8 oğlan 12 qız var. 2 oğlan və 3 qız əlaçıdır. Seçilmiş bir şagirdin əlaçı bir şagirdin oğlan olduğu məlumdursa, onun əlaçı olma ehtimalını tap. Tamam. Nə edərik? Əvvəla ehtimal üçün P bərabər həm mümkün, həm də əlverişli hallar lazımdır. İndi mən nə etməliyəm? Seçilmiş bir şagird deyir deyə yadda saxlayın, istəyir qutu məsələləri, qutudan kürə çıxarmaq olsun və s. Bir nəfər seçirəmsə, bir əşya seçirəmsə, bir şagird seçirəmsə fərqi yoxdur. Kombinezona ehtiyac yoxdur. Kombinezon olmadan da yaza bilərəm. Cəmi 8 nəfər var. Mümkün hallarım olur 8. Əlverişli hallar nədir bəs? Əlverişli hallar da 2'dir. Niyə 2'dir? Çünki mən seçdiyim o bir şagird ki, oğlan da axı zaten, yəni 8 nəfərdən biridir. Əlaçı oğlan lazımdır bizə, düzdür? Ona görə 2 dənə əlaçı oğlanım var deyə əlverişli hal olur 2. Bu da ixtisarcası 4'də 1 eləyir, yəni 0,25 olmuş olar.
Yəni təkrar üstündən keçirəm. Mən bir nəfər seçməliyəm. O seçdiyim oğlan olmalıdır təbii ki. Oğlan olduğu məlumdur yəni. Ona görə mümkün hal olur 8. Amma əlverişli halı isə həmin o 8 oğlanın o ikisindən seçilən bir nəfər mütləq əlaçılardan olmalıdır. Ona görə o 2 nəfərdən birindən olmalıdır. Ona görə də sürətdə 2. Bəzən şagirdlər nə edir? Deyir ki, mümkün hallar qızlarla oğlanların cəmi 20 olsun. Təbii ki, bu yanlışdır. Çünki sənə deyir ki, seçilən bir şagirdin oğlan olduğu məlumdur. Yəni mümkün halın belə 8-dir. Orada qız iştirak eləməməlidir. Əgər desəydi seçilmiş bir şagirdin əlaçı oğlan olma ehtimalını tap, birbaşa bunu sual versəydi, o zaman bəli, məxrəcdə 20 yazardım. Sürətdə də sadəcə əlaçı oğlanın sayını, yəni 2-ni yazardım. 20'də 2, o da 10'da 1 olardı. Bu belə. Son olaraq baxaq isbat sualımıza. Deyir, isbat eləyin ki, 2 ədədin cəminin modulu. Cəminin modulu demək bu deməkdir. Bu ədədlərin modulları cəmindən kiçik və ya bərabərdir. Modullar cəmi isə bu deməkdir. Bundan kiçik bərabər. Bunu isbat eləmək lazımdır. Bu təbii ki, üstbucaq bərabərsizliyidir. Bunu bilirdik. Bunu göstərmək üçün nə edə bilərəm? Hər iki tərəfi kvadrata yüksəldə bilərəm. Gəlin yazaq. Bunda kvadrata yüksəldək, bunda kvadrata yüksəldək. O zaman alacağım ki, təbii ki, modulun kvadratı elə özünün kvadratı deməkdir. Ona görə burada normal şəkildə müxtəsərə əsaslanıb aça bilərəm də. A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat şəklində. Kiçik bərabər. Bu hissəyə diqqətlə baxaq. Burada artıq necə olur? Olur modul A-nın kvadratı, o elə A kvadrat deməkdir. Üstəgəl hasillərin 2 misli, yəni 2 kök altda AB. Üstəgəl kök altda deyirəm, modulda AB. Sonra modulda B-nin kvadratı ilə B kvadratının eyni şeydir. Belə bir bərabərsizlik alıram. Daha sonra A kvadratlar və B kvadratlar islah gedir. Qalır 2AB kiçik bərabər 2 modulda AB. 2'ləri də atsaq, AB kiçik bərabər modul AB qalar. Bu da təbii ki, yekun olaraq belə bir yazı ilə, sözlə izah verə bilərsən ki, istənilən həqiqətən onsuz da öz modulundan ya kiçikdir, ya da ki, öz moduluna bərabər olur elə. Yəni ki, x həmişə kiçik bərabərdir modul x-dən. Ya bir-birinə bərabərdir, təbii ki, bu müsbət ədəd olanda belə olur. Yox, əgər ədəd özü mənfidirsə, ədədin özü modulundan həmişə kiçik olur. Məsələn, baxın, -1. Modulu müsbət olduğu üçün təbii ki, modulu daha böyükdür. Amma müsbət bir ədəd götürsən, məsələn 2. 2'nin modulu ilə özü elə bir-birinə bərabər olur. Yəni müsbət ədədlərin modulu özünə bərabərdir, mənfi ədədlərin isə özü modulundan kiçikdir və yaxud da belə də deyə bilərsiniz, modulu özündən böyük olur. Bu belə. Beləliklə bu dediyim cümləni əsaslandırandan sonra da belə qənaətə gəlirsiniz ki, yekun olaraq təkrar yazırsınız həmin ifadən, yazırsınız ki, bu ifadə kiçik bərabərdir. Bu ifadədən deyirsiniz ki, beləliklə bu bərabərliyin isbat olundu. Doğruluğu isbat olundu deyirsiniz, qutardı, getdi. Təkrar bir də nəzərinizə çatdırım ki, bax burada modulun kvadratı demək elə özünün kvadratı deməkdir. Hansı qaydada o da? Məsələn, x-in modulunun kvadratı ilə x kvadrat eyni şeydir. Ona görə normal qaydada açdım sol tərəfi. Amma sağ tərəfdə hər bir həddi ayrı-ayrı yanaşıram. Yəni burada modulsuz hasil yazsan düzgün olmaz. Solla sağ eyni olmuş olar onda. Bu qədər maraqlı bir, asan bir isbat sualı idi. Təbii ki, bilən üçün asandır hər şey. Bilməyən üçün çətin. Belə son sualı da izah etdiyimizə görə sınaq onun da sonuna çatmış olduq. Əlavə sualınız, nəsə başa düşmədiyiniz, qaranlıq qalan hissələr olarsa mütləq şərh bölməsində fikrinizi bildirməyi unutmayın. Hələlik.